Salam dostlar, axşamınız xeyir olsun. Hər birinizi salamlayıram, hər birinizin hər vaxtınız xeyir olsun deyirəm. Mən Anar Hümmətli. Yeni çəkdiyim videoda fikirlərimi dəyərli izləyicilərimlə və dəyərli soydaşlarımla bölüşürəm. 20 noyabr 1991-ci il, 34 il əvvəl xalqın tarixinə hansı hadisə kimi düşdü? Bugün vertolyot soyqırımı kimi tariximizə düşdü. Yəni necə vertolyot soyqırımı kimi? 1991-ci il 20 noyabr 14:42 günorta saatları bizim xalqımıza qarşı törədilən vertolyot soyqırımı. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında baş verən vertolyot soyqırımı 1008 nömrə 72 tipli hərbi vertolyotumuzda xalqımızın ilk məmur şəhidlərin qurbanları oldu. Bunlar kimlər idi? Baş prokuror İsmət Qayıbov, Daxili İşlər naziri Məhəmməd Əsərov, Baş nazir Mavini Zülfü, dövlət katibi Tofiq İsmailov, jurnalist Osman Mirzəyev, jurnalist Al Mustafayev, Vaqif Cəfərov, deputat Vəli Məmmədov, Rusiya və Qazaxıstanın tanınmış dövlət məmurları ümumilikdə 22 nəfərin vertolyot soyqırımında şəhid olması ilə nəticələnən xalqa qarşı bir soyqırımın şahidi olduq. Yəni bunları bildiyiniz kimi bizim bədnam qonşularımız ermənilər tərəfindən xalqa qarşı törədilən daha bir soyqırım kimi tariximizə qara hərflərə düşən bir gün kimi daxil oldu. Yəni bugünə kimi çox soyqırımlara məruz qalan bir xalq olmuşuq. Amma bu soyqırım isə müstəqillik əldə olunandan 32 gün sonra. Yəni artıq 32 gün idi ki müstəqil bir dövlət kimi fəaliyyət göstərirdik. Yəni ilk terror vertolyot soyqırımının qurbanları oldu. Yəni bunlar ölkəmizin ərazi bütövlüyünün və Dağlıq Qarabağın Azərbaycan tərkib hissəsi olması barədə öz canlarını fəda verən ilk məmur şəhidlərimiz oldu. Bir daha Allah şəhidlərimizə rəhmət eləsin. Allah vətən yolunda canından keçən qazi qardaşlarımıza şəfa versin.